1987-1991-ci illərdə Ermənistanda 200-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilib. 400-dən çox vətəndaşımız isə yaralanıb. Ermənistan bu məsuliyyətdən boyun qaçırır. Bu fikirlər beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ mövzusunda keçirilən beynəlxalq elmi konferansda səsləndirilib. Bildirilib ki, Qərbi Azərbaycan icmasının əsas hədəfi tarixi torpaqlara qayıdış hüququnu beynəlxalq hüquq çərçivəsində təmin etməkdir. Qaçqın və deportasiya olunmuş şəxslərin hüquqi statusu, mülkiyyət hüquqlarının müdafiəsi, regional təhlükəsizlik və sülh prosesi mövzuları da müzakirə olunub. Ermənilərin soyqırım siyasəti davam edən siyasətdir və bu 1800-cü illərdən başlayıbdır və dəfələrlə çox böyük, geniş vüsət alıbdır və 1904-5-ci illərdə, 1918-20-ci illərdə, eyni zamanda 1948-53-cü illərdə və sonuncusu isə 1987-91-ci illərdə həyata keçirilmişdir ki, və sonuncu deportasiya adı altında soyqırım nəticəsində demək olar ki, ermənilər etnik təmizləmə həyata keçirmiş və monoetnik dövlət yaratmışlar. Öz haqlarımızı dünya ictimaiyyətinə çatdırmaqda, informasiya blokadasını yarmaqda böyük işlər görmüşük. Bu gününü görməyi, təbii ki, bunu dünya hüquq müstəvisində qəbul etməlidir. Çünki biz öz doğum şəhadətnaməsi aldığımız torpaqlardan məcburi sürətdə çıxarılmışıq. Yəni bizim haqqımız tapdalanıb, bizim hüququmuz tapdalanıb